Hər kəsə salam, mən Dəniz, Hong Kong Universitetinin 1-ci kurs tələbəsiyəm. IELTS nəticəm 8, SAT nəticəm isə 1510-dur və bu gün sizinlə IELTS və SAT haqqında danışmaq istəyirəm. Mənə necə hazırlaşdığım barəsində və ya ümumiyyətlə necə hazırlaşmaq olar barəsində çox suallar gəlirdi və buna görə də istədim belə bir video çəkim. Gəlin ümumiyyətlə bundan başlayaq ki, bu imtahanlar nədir və nəyə lazımdırlar? IELTS imtahanı, istər IELTS, TOEFL, Duolingo, bu imtahanlar ingilis dili imtahanlarıdır və sizin ingilis dili səviyyənizi ölçür. SAT imtahanı isə ingilis dili səviyyəsini ölçən bir imtahan deyil. SAT imtahanı riyaziyyatdan, yəni SAT Maths və SAT Verbal, yəni ki, ingilis dili hissəsindən ibarətdir. Sadəcə olaraq həmin bu ingilis dili hissəsində sizin ingilis dili səviyyəniz yox, tənqidi düşüncə bacarığınız yoxlanır. Yəni SAT Verbal tənqidi düşüncə bacarığını, SAT Maths isə riyaziyyat, məntiq bacarıqlarınız yoxlanır. Gəlin ilk öncə IELTS haqqında ətraflı danışaq. IELTS imtahanı bayaq qeyd etdiyim kimi ingilis dili səviyyənizi ölçən bir imtahandır və maksimum bal 9 baldır və 4 hissədən ibarət olur. Reading, listening, writing və speaking hissələri. Yəni ki, oxu, dinləmə, yazı və danışıq. Bu 4 hissədən ibarət olur və sizin hər bir 4 bacarığınız yoxlanır. Hər 4 hissə üzrə maksimum bal 9-dur və siz artıq hər bir hissə üzrə nəticələrinizi əldə etdikdən sonra, belə deyək, müəyyən bir ədədi orta hesablanır və sonda overall score əldə edirsiniz. Bundan əlavə, IELTS imtahanında C1 səviyyəsi 7, 7.5 və 8 bal alanlar sayılır. C2 səviyyəsi isə 8.5 və 9 bala ekvivalentdir. Qeyd edeyim ki, əksər xarici universitetlərin minimum bal tələbi IELTS-dan 7 baldır. Yəni ki, C1 səviyyəsi. Amma bəzən elə universitetlər var ki, tələbləri bu olur ki, hər bir hissə üzrə minimum 6.5 bal olmalıdır. Bu nə deməkdir? Ola bilsin ki, sizin ümumi balınız 7.5-dir və siz düşünürsünüz ki, universitetin onsuz tələbi C1 səviyyəsidir və məndə də C1 səviyyəsi var. Amma sizin, deyək ki, dinləmə, oxu, yazı və yaxud da danışıqdan hər hansı bir hissədə 6.5-dən daha az bal yığmısınız. Deyək ki, 6 bal yığmısınız. Amma sonda digər hissələri, yəni yüksək yazmısınız və sonda 7.5 bal olub. Bu zaman universitetin tələblərinə uyğun olmaya bilərsiniz. Ona görə də buna çox diqqət eləmək lazımdır. Dediyim kimi, bəzi universitetlər şərt qoyur ki, hər bir hissə üzrə minimum bal 6.5 olsun, məsələn. İndi isə gəlin bu imtahana necə hazırlaşmaq olar, bu barədə danışaq və öz təcrübələrimi sizinlə bölüşmək istəyirəm. Deməli, IELTS imtahanını mən 2 hissəyə bölüb danışmaq istəyirəm. Biri reading və listening hissəsi, digəri isə speaking və writing hissələri. Düşünürəm ki, reading və listening hissələrini çalışmaq lazımdır ki, maksimum tutaq. Çünki xüsusilə writingdən yuxarı bal almaq çətin olur. Deməli, reading hissəsi və listening hissəsi hər biri 40 sualdan ibarətdir və reading hissəsində 1 saat vaxt verilir və 3 dənə mətn olur, 3 böyük mətn olur. Mətnlər kifayət qədər geniş olur, çalışacağam buralarda bir yerdə yerləşdirib göstərim. Yəni, o qədər çox praktika eləməlisiniz ki, artıq həmin mətnləri tez scanning eləyə biləsiniz, əsas punktları görə biləsiniz və yaxud da özünüz üçün müəyyən bir, belə deyək, həmin testi yazmaq üçün müəyyən bir taktikamı seçməlisiniz. Yəni, müəyyən bir strategiya ilə 1 saatın ərzində bu 40 sualı həm çatdırmalısınız, həm də mətnlərlə tanış olmalısınız. Bəziləri ilk öncə mətni oxuyur, sonradan sualları işləyir. Bəziləri isə ilk öncə suallarla tanış olur, sonradan mətni oxuyur və cavabları tapmağa çalışır. Mən əsasən ikincidən istifadə edirdim. Sualları oxuyurdum və həmin suallarda müəyyən keywordlərin altından xətt çəkirdim, highlight edirdim və daha sonra artıq mətndə bilirdim ki, nəyi axtaracağam. Birinci mətni oxuyanda mənə çox qarışıq gəlirdi, çünki dediyim kimi mətn çox böyük idi, böyük olur və həmin mətnin içində siz həmin mətni ilk öncə oxuduqdan sonra suallara baxanda yenidən təzədən həmin mətnə qayıdıb yenidən həmin hissəni axtarmalı olursunuz. Yəni, yadınızdan çıxır çox vaxt həmin hissələr ki, bu cavab hardaydı, bu sualın cavabı hardadır. Və beləliklə mətni demək olar ki, 2 dəfə yenidən oxumuş olursunuz və bu da mənə görə bir vaxt itkisidir və ona görə mən ilk öncə sualları oxumağı üstün tuturdum.
Lakin təbii ki, bu hər kəsə görə dəyişə bilər. Siz ilk öncə mətnləri oxuyub sonra sualları işləmək bəlkə sizə daha asan və daha tez bir yol kimi gəlir. Və bayaq qeyd etdiyim kimi mən ilk öncə sualları oxuyub keywordlər tapırdım. Keywordlər nələrdir? Keywordlər onlardır ki, siz müəyyən bir sualı oxuduqda, sual ümumiyyətlə sizdən əsas nəyi istəyir, əsas məqam nədir və siz hansı sözü mətndə axtarmalısınız. Yəni təxminən sualı oxuduqda bunu tutmaq olur. Artıq həmin o keywordu tutandan sonra mətndə dəqiq bilirsiniz ki, nəyi axtarırsınız, təxminən hansı sözü axtarırsınız və tez artıq mətnə baxıb həmin cavabı tapmaq mümkün olur. Listening hissəsinə gəldikdə yenə 40 sual olur. Lakin imtahanın müddəti biraz listeningin özünə görə dəyişə bilir. Amma çox vaxt təxminən bu yarım saat, 30 dəqiqə, yəni çəkən bir hissə olur. Listening hissəsi düşünürəm ki, imtahanın ən asan hissələrindən biridir. Yəni ən asan hissəsidir. Düzdür, məndə reading balım 8.5, listening balım isə 8 olub. Speakingim 8, writingim isə 6.5 olub təəssüf ki. Deməli, listening məncə həqiqətən də imtahanın ən rahat hissəsidir. Baxmayaraq ki, məndə reading listeningdən çox çıxıb. Sadəcə olaraq listeningdə çox diqqətli olmaq lazımdır. Listeningdə sizin elədiyiniz şey dinləyib eşitdiyinizi həmin boşluqlara yazmaq olur. Yəni ki, əgər siz diqqətlə dinləsəniz, yəni yenə dediyim kimi listeningə başlamadan öncə, məsələn, orada instructionlar hələ oxunur. Çox qısa da olsa sizin vaxtınız var ki, suallara tez baxasınız, ən azından deyək ki, ilk hissə üçün və tez keywordlərin altına xətt çəkəsiniz ki, biləsiniz ki, artıq listening başlayanda siz nəyin cavabını axtarırsınız və bu şəkildə daha çox fokuslana bilərsiniz. Və qeyd edeyim ki, mən reading və listeningə hazırlaşmaq üçün IELTS online test platformasından istifadə edirdim. Ümumiyyətlə, IELTS-a hazırlaşmaq üçün bir çox resurslar var. Lakin, yəni belə deyim, ən ideal resurs məncə Cambridge kitablarıdır. Cambridge kitabları, yəni hər kəs tərəfindən istifadə olunan kitablardır, hansı ki IELTS-a tam uyğundur. Sadəcə olaraq mənə elə gəlir ki, bu kitablar real imtahandan biraz daha asan olur və eyni zamanda müəyyən mock examlər var. İnternetdə mock exams, IELTS mock exams yazaraq axtara bilərsiniz. Praktika üçün olan testlərdir. Lakin düşünürəm ki, həmin o mock examlər real imtahan üçün çox çətindir. Yəni səviyyələri həqiqətən də fərqlidir məncə. Düşünürəm ki, həmin o Cambridge kitabları ilə birlikdə, hansılar ki, düşünürəm ki, biraz daha asan olur real imtahandan, mock examləri paralel şəkildə işləmək ən məntiqlisidir. Ən azından mən elə eləyirdim. Çünki istəmirdim həm çox asana öyrəşim, həm də çox çətinə öyrəşim. Ona görə də paralel işləyirdim. Məsələn, bir dənə Cambridge-dən test işləyirdimsə, sonra bir dənə IELTS online testdən bir dənə də test işləyirdim. Sonra nəticələrimi müqayisə eləyirdim. Hətta belə deyim, Cambridge kitablarından çox vaxt 40-dan 38, 39, 40 yazırdımsa, IELTS online testdən bəzən elə olurdu ki, məsələn, readingdən, listeningdən 7, deyək ki, 7 alırdım. 7 hardasa 36, 35 məncə. Yəni ki, 30-dan yuxarı alanda sevinirdim ki, artıq irəliləyiş var. Çünki həmin o mock examlər həqiqətən də çətin olurdu. Bundan əlavə, listeninginizi və readinginizi gücləndirmək üçün mənim tövsiyələrim nələrdir? İlk öncə gəlin readingdən başlayaq. Mən əvvəllər öz tələffüzümü bəyənmirdim. Amma yenə də speakingim 8 çıxmışdı sonda və düşünürəm ki, yaxşı nəticədir. Həm speakingimi, həm də readingimi inkişaf elətdirmək məqsədi ilə mən ingilis dilində kitablar oxuyurdum və bu kitabları səsli şəkildə oxuyurdum. Çünki kitabları səsli oxuduğunuz zaman artıq öz tələffüzünüzü dinləyirsiniz bir növ. Mən artıq özüm oxuduqca fikir verirdim ki, nələri səhv oxuyuram və ya nələrin tələffüzünü istədiyim kimi etmirəm, edə bilmirəm, hansı sözlər yenidir. Onları daha sonra baxırdım internetdə, tələffüzləri necə olmalıdır və daha sonra onu təkrar edirdim. Və beləliklə də artıq həm yeni sözlər öyrənirdim və həmin sözlərin tələffüzlərini öyrənirdim. Və bu şəkildə speakingimi inkişaf elətdirirdim, danışığıma, eyni zamanda readingimi də inkişaf elətdirdim, çünki kitablar oxuyurdum. Həqiqətən də kitab oxumaq çox faydalı olur düşünürəm. Listeningə gəldikdə isə mən listening hissəsinə hazırlaşanda bu həmin o praktika IELTS üçün testlərdən əlavə olaraq TED Talkslara qulaq
qulaq asırdım və TED Talkslar müxtəlif mövzularda olur. YouTube kanalı da var. Həmin elə YouTube kanaldan mən baxırdım TED Talkslara. Və bu TED Talkslarda siz sizin üçün maraqlı olan mövzuları tapıb həmin mövzularda videolara baxa bilərsiniz. Və yaxud da TED Talkslardan əlavə olaraq documentaries var. Documentaries daha uzun olur normalda. Hətta 40 dəqiqə, 1 saat çəkən videolar var. Lakin düşünürəm ki, çox maraqlı videolardır. Əgər öz maraq dairənizə uyğun bir videonu tapsaz, yəni oturub film kimi baxa bilərsiniz. Həqiqətən də çox maraqlı olur. İndi isə gəlin speakingdən və writingdən danışaq. Deməli, speakingə hazırlaşdığımız zaman sizə tövsiyə görərdim ki, sözlər öyrəndiyiniz zaman hər hansı bir lüğət alıb və həmin lüğət üzrə milyon dənə sözü əzbərləməyəsiniz. Düşünürəm ki, bunun ümumiyyətlə heç bir faydası olmur. Həm də ki, ümumiyyətlə heç yadda da qalmır və sonra işlətmək də olmur bu sözləri. Speaking hissəsi 3 hissədən ibarət olur. Part 1, 2 və part 3. Və part 1-də normalda sizdən personal, yəni ki, sizə aid şəxsi suallar soruşurlar. Sizin özünüz haqqınızda, bəlkə ailəniz, ölkəniz və s. yəni ki, şəxsi suallar olur. Part 2 ümumi 2 dəqiqə çəkir, yəni sizə cavab üçün 2 dəqiqə vaxt verilir və part 2-də müəyyən bir sual olur. Daha sonra həmin suala uyğun 3-4 dənə punkt olur, qeyd edirlər. Yəni ki, ümumi bir mövzu olur və daha sonra siz onu təsvir edirsiniz və təsvir eləyəndə də sizə 3-4 dənə punkt verirlər ki, təsvir eləyəndə siz bu 3-4 dənə punktları deməlisiniz. Və daha sonra sizə cavab üçün 2 dəqiqə vaxt verilir. Və bu hissə müxtəlif mövzulardan ibarət ola bilər. Sizə aid olmur sual, ümumi bir mövzu olur. Part 3 isə, part 3-də də yenə sizin haqqınızda sual olmur və insanların çox vaxt elədiyi səhvlərdən biri də o olur ki, başlayırlar özləri haqqında danışmağa. Halbuki part 3-dəki suallar ümumi suallardır və ümumi bir general topikdən verilən bir sualdır. Və sizin həmin bu topik üzrə fikirlərinizi soruşur deyə bilərəm, amma çox subyektiv olmamalıdır. Ümumi bir şey danışmalısınız. Və həmin bu speaking hissəsində normalda müəyyən bir topiklər üzrə suallar verirlər, dediyim kimi. Müəyyən bir mövzular üzrə olur suallar. Ona görə də mənim tövsiyəm o olar ki, IELTS-a hazırlaşdığınız zaman sözlər öyrənərkən topic by topic, yəni ki, mövzular üzrə, müxtəlif mövzular üzrə sözləri öyrənin. Bu nə deməkdir? Məsələn, family and friends başlığı altında ailə və dostlar belə deyək, mövzusu haqqında çoxlu sözlər öyrənməyə başlayın. Qeyd edeyim ki, bunun üçün xüsusi bəzi kitablar var. Hansı ki, orada mövzu sözlər yazılıb. Bəziləri çalışır ki, oradakı bütün sözləri öyrənsinlər, amma məncə bu da biraz mənasız bir şeydir. Çünki onsuz da hər şeyi yadda saxlamaq mümkün deyil. Lap siz onları əzbərləsəz belə, sonradan danışıqda onları istifadə etmək lazımdır əsas. Və ona görə də mənim tövsiyəm o olar ki, araşdırın, istər kitabdan, istər internetdən. Deyək ki, ailə və dostluq mövzusudur. Bu mövzuda sizin işlədə biləcəyiniz xüsusi sözləri qeyd edin özünüzdə. Sözləri, idiomları, yəni müəyyən frazaları qeyd edin, hansıları ki, siz gələcəkdə işlədə bilərsiniz. Və bu şəkildə artıq mövzu bir lüğətiniz olduqdan sonra siz hər dəfə həmin lüğətə baxıb sözləri yadınıza sala bilərsiniz və təxmini hazırlaşa bilərsiniz ki, deməli bu mövzuda bir sual düşsə mən bu sözləri işlədə bilərəm. Və normalda IELTS-da təkrar müəyyən mövzularda suallar düşə bilir. Demirəm tam eyni suallar olur, amma ki həmin mövzu ətrafında suallar olur. Deyək ki, culture mövzusu olsun, mədəniyyət mövzusu olsun. Yəni bu mövzuda sizin yaxşı söz bazanız olsa, sizə nə sual verirlərsə versinlər, həmin sözlərdən ən azından bir neçəsini işlədə bilərsiniz. Bu arada onu da qeyd edeyim ki, bəziləri düşünürlər ki, IELTS-dan C1, C2 səviyyəsini almaq üçün siz speakingdə çox, belə deyək, C1, C2 səviyyəli sözlərdən istifadə etməlisiniz. Təəssüf ki, bu belə deyil. Daha doğrusu yaxşı ki, bu belə deyil. Çünki IELTS saydı həqiqətən də düşünürəm daha çətin olardı. IELTS imtahanında speakingdə sizdən istənilən bir şey də odur ki, təbii olmalıdır. Danışığınız təbii olmalıdır və elə təsəvvür eləməlisiniz ki, hər hansı bir ingilis dili bir ölkədəsiniz və orada ingilis dili insanlarla danışırsınız. Yəni düşünmürəm ki, əlbəttə ki, heç kim danışdığı zaman ancaq C1, C2 səviyyəli sözlərdən istifadə etməyəcək. Yüksək səviyyədə ingilis dili biləyinizin olması sizin C1, C2 səviyyəli sözləri nə qədər çox bilirsiniz, bununla ölçülən bir şey deyil. Siz həmin bildiyiniz sözləri doğru şəkildə
və düzgün yerdə işlətməyi bacarmalısınız. Danışdığınız zaman çox olmasa da bir neçə yerdə həmin sözlərdən istifadə eləsəniz, artıq bu kifayət olur ki, qarşınızdakı examiner, yəni imtahanı götürən başa düşsün ki, sizin səviyyəniz artıq yüksək səviyyədir. Siz bu sözləri bilirsiniz və harda işlətmək lazım olduğunu da bilirsiniz. Yəni ki, çalışın ki, öyrəndiyiniz zaman çox C1, C2 səviyyəli və mənası aydın olmayan və yaxud da ola bilsin ki, siz bir sözün mənasını düşünürsünüz ki, bilirsiniz, amma ola bilsin ki, cümlədə onu işlətdikdə çox da uyğun olmaya bilir. Yəni çox da yerinə düşməyə bilir. Ona görə buna da diqqət etmək lazımdır. Və nəhayət keçək writing hissəsinə. Writing hissəsi dediyim kimi məncə bal almaq ən çətin olan bir hissələrdən biridir və writing üçün deyəcəyim tək şey o olar ki, çalışın ki, maksimum dərəcədə çox yazasınız, çox praktika eləyəsiniz və imtahana qədər deyərdim ki, hər gün ən azından çalışın ki, esselər yazın. Writing hissəsi bu arada yenə 2 hissədən ibarət olur. Birində qrafik təsviri olur, digər hissə isə daha uzun olur, esse yazırsınız və bu esse müxtəlif mövzularda ola bilər, discussion və yaxud da nələrsə müqayisə eləmək, nələrsə haqqında fikirlərinizi bildirmək, müsbət və mənfi tərəflərini müzakirə eləmək. Yəni ki, müxtəlif tipdə olur və writing üçün tövsiyəm olar ki, çox praktika eləyəsiniz və artıq çox praktika eləyəndən sonra sizə ən uyğun olan, belə deyək, şablonmu deyim, strukturmu deyim, yəni bunu seçəsiniz və artıq hər zaman həmişə həmin tipdə yazasınız, eyni tipdə ki, artıq əliniz öyrəşsin və müxtəlif şablonlardan istifadə edə bilərsiniz dediyim kimi writing hissəsi üçün. Məncə ən yaxşısı budur. Çünki writing səhv yadımda qalmamısa 4 paraqrafdan ibarət olur. Introduction verməlisiniz, 2 dənə body paragraflar olmalıdır və sonda bir dənə conclusion verməlisiniz. Yəni ki, standart struktur normalda bu tipdə olur və həmin bu hər bir paraqraf üçün, hər bir abzas üçün sizin müəyyən təxmini bir strukturunuz ola bilər ki, siz hər dəfə təxmini biləsiniz ki, nə ilə başlayacaqsınız. Məsələn, body paraqraflarda nə ilə başlayacaqsınız, ümumi struktur necə olacaq və conclusionu necə verəcəksiniz. Çoxlu praktika eləyəndən sonra, ola bilsin sınaq imtahanlarına gedəndən sonra artıq baxıb görəndən sonraki sizin üçün ən yaxşısı nədir və hansından yüksək bal alırsınız. Məncə o formatı seçmək və həmişə də o formatla davam etmək ən məntiqlisidir. İndi isə gəlin SAT haqqında danışaq. Bayaq qeyd etdiyim kimi SAT imtahan nəticəm 1510-dur. Bu imtahan 2 hissədən ibarətdir. SAT Maths və SAT Verbal. SAT Maths-də sizin riyaziyyat və məntiq bilikləriniz yoxlanır. SAT Verbalda isə sizin tənqidi düşüncə bacarığınız yoxlanılır. İmtahan tamamilə ingilis dilində keçirilir. Həm SAT Maths, həm SAT Verbal üçün hər biri üçün 2 modul olur. Yəni ümumi 4 moduldan ibarət bir imtahandır. Bu imtahanı siz gedirsiniz, müxtəlif Azərbaycanda imtahan verirsinizsə ən azından məktəblərdə verə bilərsiniz. Müxtəlif məktəblər imtahan mərkəzləridir və hər kəs imtahanı eyni anda verməlidir. Təxminən hər 2-3 aydan bir SAT imtahanı olur. Özünüz College Board saytına girərək bu imtahanı ala bilərsiniz, bilet ala bilərsiniz. Qeyd edeyim ki, biletləri tez almaq lazımdır. Deyərdim ki, 3-4 ay əvvəlcədən artıq biletləri almaq lazımdır. Çünki biletlər çox tez bitir və sonradan bilet tapmaya bilərsiniz bu imtahana. Eyni zamanda istədiyiniz yerə, istədiyiniz məktəbə də düşmək üçün də tez almaqda fayda var. Bəlkə də soruşa bilərsiniz ki, məktəblərin nə fərqi var? Yəni harda imtahan verməyin nə fərqi var? Çox təəssüflər olsun ki, bəzi məktəblərdə nəzarət çox da yaxşı olmur deyə düşünürəm və bunun çox pis fəsadları ola bilər. Yəni bildiyim qədərilə SAT imtahanında hər hansı bir köçürmə halları, yəni bu kimi hallar aşkar olunduqda, yəni həmin sinifdə, bəlkə də həmin məktəbdə hamının imtahan nəticəsi ləğv oluna bilər. Və bu da o deməkdir ki, nəzarəti pis olan bir məktəbə getməyin heç bir faydası olmur. Elə bir məktəb seçmək lazımdır ki, orada nəzarət çox güclü olsun ki, gələcəkdə hər hansı bir problem yaşanmasın. İndi isə yenə qayıdaq imtahanın özünə. İlk öncə suallar SAT Verbaldan olur. Yəni ilk öncə SAT Verbal hissəsi gəlir və SAT Verbal hissəsində ilk hər bir modulda səhv eləmirəmsə 27 sual var. Və ilk modul gəlir, müəyyən qədər vaxt verilir, 30 neçəsi dəqiqə vaxt verilirdi, səhv eləmirəmsə və bu
kifayət qədər çox az bir vaxtdır və çatdırmaq da çox çətindir. Yəni ki, SAT Verbal-da suallar çox vaxt uzun-uzun olur. Yəni uzun-uzun deyəndə ki, tekstlər bəzən böyük ola bilər və çətin dildə olur. Yəni ki, məncə düzdür, müqayisə eləmək çox da düzgün deyil IELTS-ın ingilis dilisi ilə SAT-nin verbal hissəsini. Lakin məncə SAT verbal daha çətindir və daha çox hazırlaşmaq tələb eləyir. Nəinki IELTS-ın reading hissəsi mənə elə gəlir. Çünki SAT verbalda yəni ingilis dili səviyyəsi deyil də tənqidi düşüncə bacarığı yoxlanılır. Yəni sizin həmin mətni, həmin paraqrafı, teksti oxumağınız, onu anlamağınız, hansı ki həmin tekst bəzən çox çətin ola bilər, müxtəlif kitablardan, şeirlərdən götürülən bir hissələr ola bilər, hansı ki anlamaq daha çətin ola bilər. SAT verbalda C1, C2 səviyyəli sözlər daha çoxdur və artıq SAT verbala hazırlaşanda çoxlu C1, C2 səviyyəli sözlər də bilmək lazımdır. SAT verbalda bütün suallar qapalı suallardır, multiple choice-dur, yəni A, B, C, D variantları var və qeyd edeyim ki, əgər birinci modulu çox yaxşı yazmısınızsa, bu zaman ikinci modul, yəni verbalın ikinci hissəsi, hansı ki, yəni 27 sual olur, daha çətin gələ bilər sizə. Əgər pis yazmısınızsa birinci modulu, bu zaman ikinci modulda nisbətən daha asan gələcək. Keçək SAT məhz hissəsinə. SAT-nin riyaziyyatı həqiqətən də çox asan bir riyaziyyatdır deyə düşünürəm. Maksimum 8-ci, 9-cu sinifə qədər əgər məktəblə müqayisə eləsək, 8-ci, 9-cu sinifə qədər olan proqramı əhatə eləyir və hətta bəzi mövzular yoxdur. Və yaxud da elə mövzular var ki, məktəbdə yoxdur, SAT-də var. Yəni dəhşət sadə proqramı olmur normalda. Sadəcə olaraq çox çalışmalısınız, mövzularla tanış olmalısınız, praktika eləməlisiniz. Sadəcə olaraq tövsiyə eləyərdim ki, çoxlu köhnə imtahan suallarını işləyəsiniz ki, birdən rastlaşmadığınız tipdə nəsə sual olar və yaxud da düşünərsiniz ki, bu mövzunu bilirsiniz, amma görərsiniz ki, həmin mövzuda səhv edirsiniz. Yəni ki, sırf praktika məqsədi ilə məncə əsas SAT məhsə hazırlaşmaq üçün köhnə past paperları, yəni işləməkdir. Bundan əlavə, SAT imtahanına hazırlaşmaq üçün ən yaxşı resurs College Board Question Bank-dır. Təəssüf ki, hal-hazırda hər hansı bir xüsusi kitab tövsiyə edə bilmirəm. SAT verbal üçün xüsusilə. SAT məhz üçün bildiyim qədərilə Orxan müəllimgil yeni bir kitab çıxardıblar. Alpan olmalıdır. Və həmin kitabdan istifadə edə bilərsiniz, ona baxa bilərsiniz. Düşünürəm ki, məsələn, mövzular üzrə hazırlaşmaq istəyirsinizsə, SAT verbalı müəyyən mövzulara baxmaq istəyirsinizsə, YouTube-dan ən yaxşısı baxmaqdır. Fərqli müəllimlərin izahlarına baxa bilərsiniz. Praktika eləmək istəyirsinizsə, College Board Question Bank. Və bu sual bankında həm indiyə qədər düşən suallardır, həm də ümumiyyətlə düşməyən suallar var. Lakin tam imtahan tipində olan suallardır. Həm çətinlik səviyyəsi olaraq, həm də ümumiyyətlə format strukturu olaraq, yəni tam imtahana uyğun olan suallardır. Həm SAT verbal, həm də SAT məhz üçün. Və siz College Board Question Bank-dan hazırlaşmaq üçün mütləq məncə istifadə eləməlisiniz. Məncə hər bir SAT-yə hazırlaşan şagird həmin o sualları bitirməlidir. Həm də ki, onu qeyd edeyim ki, College Board Question Bank-da sualları filtrləmək olur. Həm səviyyə üzrə, asan səviyyə üzrə, həm orta səviyyə, həm də çətin səviyyə üzrə ayrı-ayrılıqda da işləyə bilərsiniz. Yəni sualları o şəkildə ayırmaq mümkündür. Dostlar, mənim bu gün danışacaqlarım bu qədər. Əgər yenə də IELTS və SAT haqqında suallarınız qalıbsa, şərtlərdə suallarınızı verə bilərsiniz. Bu arada Instagram səhifəmi də burada qeyd eləyirəm. Instagramdan da məni izləyə bilərsiniz. Sağ olun, görüşənədək.